Yani bugünkü çıxışımı prostat vəzinin xoş xassəli törəməsi ilə bağlı eləmək istəyirəm. Yəni bir çox insanlarımızda, kişilərdə, yəni əsasən də orta yaşlı insanlarda prostat vəzin xoş xassəli törəməsi əmələ gəlir. Yəni buna prostat vəzinin adenoması da deyirlər. Xalq arasında buna düyün də deyirlər. Yəni bu xoş xassəli prostat adenoması, yəni xoş xassəli törəmə nələrə gətirib çıxarır? Bu demək, gələcəkdə böyüdükcə prostat vəzi içərisindən keçən sidik kanalını sıxır və sidiyə getməni çətinləşdirir. Eyni zamanda bu törəmənin olduğu nahiyədə qadın hormonunun miqdarı çox olduğuna görə, estrogenin miqdarı çox olduğuna görə eyni zamanda bu törəmənin olması öz-özlüyündə cinsi zəiflik yaradır. Ona görə bunun müalicəsində dərhal, yəni müalicəsini dərhal başlamaq məsləhətdir. Bilinən kimi, məlum olan kimi, ən birinci belə bir hal aşkar olunarsa, insanlara nə məsləhət görürəm? Dərhal PSA deyilən müayinəni eləmək lazımdır. Yəni damardan qan verilir. Prostat spesifik antigen deyilən bir analiz var, bunun bir göstəricisi var. Bu yoxlanılır. Bunun yoxlanması ilə biz bilirik ki, burada olan problem nə dərəcədə təhlükəlidir. Yəni belə deyək də, bu prostat spesifik antigen 60-65 yaşına qədər olan kişilərdə 4-dən çox olmamalıdır ümumi antigen. Bir də var sərbəst PSA, yəni sərbəst prostat spesifik antigen, o da 1-dən yuxarı olmamalıdır. 65 yaşdan sonra bunlarda bir balaca artım olmağı ehtimalı var. Prostat spesifik antigen nəyə göstərir? Birincisi, bu bir balaca artımı prostat iltihabı ilə və prostatda adenomanın, yəni xoş xassəli törəmənin olması ilə bağlı ola bilər. Amma bunun göstəricisinin həddən artıq yuxarı olması, 10-dan 12-dən yuxarı olması artıq burada bəd xassəli prosesin getdiyinə işarə edir. Yəni bunun olması ehtimalı artır. Və belə insanlar artıq nəzarətə götürülməlidir, sınaq müalicəsi olunmalıdır. Əgər sınaq müalicəsində dəyişiklik olmasa, PSA düşməsə, artıq bunlar getməlidir biopsiyaya. Biopsiya nə deməkdir? Yəni prostat materialı